Bu alverçi kafa günləri dünyanın bürüyü. Filan şey olsun istəyirsənsə filan olsun. Yox, bu deyil məsələ. Özünə görə, gözəlliyinə görə bu şey olmalıdır. Bu lazımdır. Bu qəşəngdir. Ailədə belə davran ki, belə olsun. Yox, bəzən bizə nəticələr göstərir, bilirsiniz, yanlış harda olur. Bəzi səmavi mətnlərdə bəzi nəticələr bizə göstərilir. Məsələn, deyilir ki, siz əgər təqvalı olsanız, Allah ən çıxılmaz vəziyyətlərdən çıxış yeri göstərər də sizə məsələn. Biz bunu texnika kimi başa düşürük. Dərhal elə başa düşürük ki, bizə bir texnika göstərir. Yəni, siz ruzi istəyirsinizsə, təqvalı olmalısınız ki, filan. Yox, ayə təbii nəticəsini deyir. Deyir ki, təqvalı olsanız, nəticəsi belə olacaq. Siz buna görə eləmirsiniz. Siz elə işin özünə görə eləyirsiniz. Bu incə məqamı insan başa düşməlidir. Məzmun bu deməkdir. Məzmuna dönüş budur. Məzmunu düzəltmək budur. Sən baxırsan, görürsən ki, mən də gözəl işlər görürəm, filanlar. Bilirsiniz, indi daha çoxalıb da xeyir işlər, gözəl işlər, filanlar. Amma nə qədərində məzmun var, dürüst məzmun var, doğru məzmun var. Söhbət bundan gedir. Məzmuna qayıdış deyəndə bunu nəzərdə tuturuq.